Hər birinizi salamlayıram. Uzun müddət üzərində çalışdığım Google-un və sosial media platformalarının patentləri və mürəkkəb alqoritmləri ilə bağlı araşdırmalarımı demək olar ki, müəyyən bir mərhələyə gətirmişəm və artıq bunları video seriya halında salıb sizlə bölüşmək istəyirəm. Burada apardığım araşdırmalar və sosial şəbəkələrin reklamları əslində necə işləyir, bunun arxa tərəfi necə yazılıb, patentlər necə yazılıb, hansı patentləri alıblar və bu əslində nə deməkdir? Bu tip bir video seriyalar edib sosial şəbəkələrdə bölüşməyi planlayıram ki, yeni başlayanlar istərsə də bu sahədə uzun müddət fəaliyyət göstərənlər bu cür məlumatlara dəqiq sahiblənib daha böyük insightlar əldə etsinlər. Başlayaq birinci bizim patentimizdən. Hazırda gördüyünüz patent Machine Learning Approach for Determining Quality Scores adında bir Google-un patentidir. Aşağıda linkini görürsünüz. Və Google-un bu patenti 2012-ci ildə publication olub, 2012-ci ildə paylaşılıb. Patent onlayn reklamlarda quality score-un daha dəqiq hesablanması üçün Machine Learning Approach modelini təqdim edir. Model tarixi reklam performansını, reklamların historical datasını və reklamın keyfiyyət göstəricilərini birlikdə analiz edir. Hər bir ad keyword pair üçün skor hesablayır. Bunun üçün iki mərhələ istifadə edir. Ad keyword pairdə hər bir ad keyword pair üçün skorda əvvəlcə performans metrikalarını, impression, click, CTR, sonra isə ad metrics, yəni buna daxildir ad relevance landing page və quality score. Və bu məlumatlar aggregation function və mapping function vasitəsilə birləşdirilərək yekun skor yaradılır. Patent həm yeni, həm də mövcud reklamlar üçün daha obyektiv qiymətləndirmə aparmağa imkan verir və nəticədə reklam sıralamasını daha düzgün etməyə çalışır. Bu yanaşma TikTok, LinkedIn, Facebook, Google və digər Instagram kimi reklam platformalarında da işləyir hal-hazırda. Bu hazır bir modeldir. Google bunu sadəcə götürüb bunun patentini alıb öz axtarış sistemində. Məsələn, bu necə işləyir? Əgər iki oxşar reklamdan birinin CTR-ı digərinə baxanda yüksəkdirsə və ya digərinin landing page-inin keyfiyyəti zəifdirsə, sistem daha yaxşı keyfiyyətə malik reklamı daha yuxarıda göstərir. Yəni comparison eləyə bilir. Həm də bu patent onlayn reklam sistemlərində reklamların keyfiyyətini obyektiv şəkildə qiymətləndirsin deyə digər modellərə də inteqrasiya olub. Sistemin bu modelin belə deyim, search advertising və digital marketing sistemləri üçün nəzərdə tutulmuş ümumi machine learning approach-dur. Yəni bu o deməkdir ki, bu təkcə Google-dadır, hər yer bunu istifadə edir. Patentdə təsvir edilən model, hal-hazırda burada gördüyünüz model, bax bu hissədə gördüyünüz model, bunun ən önəmli funksionallığı oldu ki, multi-stage learning arxitekturası əsasında işləyir. Yəni birinci mərhələdə reklamın tarixinə, ikinci mərhələdə isə digər performanslarına baxır. İkinci mərhələdə reklamla birbaşa bağlı olan ad metriklər, yəni ad relevance və digərini bayaq dediyim kimi dəyərləndirir. Bir də burada ən əsas məsələ odur ki, sistem yalnız mövcud reklamlar üçün deyil, həm də historical data olmayan, yəni yeni reklamlar üçün də skor hesablaya bilir. Bu zaman oxşar ona bənzər reklamların məlumatlarından istifadə edir və model ümumi paternlər əsasında proqnoz verir. Məsələn, sən bir reklam yerləşdirirsən və sənə bir anda bir CPC verir, bir CTR verir. Bunu səndən əvvəlki sənə bənzər şirkətlərin qoyduğu reklamlara görə hesablayır və buna görə sənə bir skor verir və ona uyğun bir qiymətlər təyin edir. Patentdə həmçinin reklam verən şəxsə feedback mexanizm təqdim olunur. Yəni reklamçı təkcə quality skor görmür. Eyni zamanda hansı faktorların skoru aşağı saldığını da öyrənir. Bax o məsələn reklam mətni zəifdir, ya landing page uyğun deyilsə, sizə Google-dan ya digər yerlərdən bildiriş verir. Bax, bu patentə görədir. Machine Learning Approach for Determining Quality Scores. Bax, bu patentə görədir həmin yanaşma. Məsləhət görürəm ki, bu patenti detallı şəkildə oxuyasınız və bu patent sizə o mindseti verəcək ki, əslində sistemin arxasında dayanan biznes proses necədir. Yəni, hər şey sadəcə Google-da yazılan kimi deyil, bu patentdə çox fərqli məlumatlar var. Sistem necə işləyir, ad submission necə gedir, feedback hara gəlir, şəbəkədə necə, interfeysdə necə görünür, komponentlər necə olur, ad selection komponentlər necə gəlir, hamısını bu hissədə görə bilərsiniz. Təşəkkür edirəm.